1918-ci il mart qırğınlarında xalqımızı xilas etməyə gələn türk əskər və zabitləri, başda Nuru Paşa və Ənvər Paşalar olmaqla ermənilərə qulaq vurması verəndən sonra Bakıda asayişi özlərinin dedikləri kimi bərkamal edən zaman polis karakoluna bir qoçu zorla daxil olur. Subay və azsubaylar ona mane ola bilmirlər. Və qoçu, ki indiki zamanda Loti, ləqəbli bu fərd komendantın otağına girir, türk komendant ondan soruşur. Bəyəfəndi kim? Təzə türkcə danışmağı öyrənən qoçu. O ben, qoçu ben deyə cavab verir. Komendant isə əmr verir. Çavuş əfəndi, ikişər subay səslə şu pəzəvənki hərifin sırtına hərəniz 40 zopa endiriniz deyə qoçunu cəzalandırır. Məhz belə qoçuların gözləri önündə mart qırğınları baş verərdi. Qoçuların gücü elə öz xalqına çatırmış. Nə yaxşı ki, Türkiyə varmış.